Qədim insanların göy cisimləri ilə əlaqələndirdiyi növbəti kimyəvi elementlər qızıl və gümüş metallarıdır. Belə ki, qızıl elementi Günəş ilə, gümüş isə Ay ilə əlaqələndirilirdi. Qızılın sarı rəngdə olmağı və parlaqlığı Günəş ilə oxşarlığın birinci səbəbi idi. Digər tərəfdən, qızılın yüksək istilik keçiriciliyi, paslanmağa davamlılığı, həmçinin var-dövlət əlaməti olması da Günəş ilə əlaqələndirmənin digər səbəbləri idi. Gümüş elementinin olduqca parlaq olmağı Ay ilə əlaqələndirməyə səbəb idi. Digər tərəfdən, gümüşün paklıq və saflıq əlaməti olmağı, həmçinin qızıl qədər olmasa da, yenə də var-dövlət əlaməti hesab olunması Ay ilə oxşarlığa səbəb idi. Maraqlı məlumatların davamı üçün kanalımıza abunə olub videoları bəyənməyi unutmayın.